Şuşada keçirilən Qlobal Media Forumunun ən çox maraq doğuran və sosial şəbəkələrdə axtarılan siması bəlli olub. Açılış mərasimində Prezident İlham Əliyevlə üz-üzə əyləşərək mühüm siyasi müsahibə alan xanım jurnalistin kimliyi məlumdur. 4-cü Şuşa Qlobal Media Forumunun ilk gününə damğa vuran rəsmi sual-cavab sessiyasında hamının diqqəti bir nöqtəyə yönəldi. Dövlət başçısı Əliyeva rəsmi Bakının xarici siyasəti barədə kəskin suallar ünvanlayan xanım jurnalist həm yerli, həm də beynəlxalq medianın gündəminə çevrildi. Sosial şəbəkələrdə böyük maraq doğuran həmin xanım ərəb dünyasının ən nüfuzlu simalarından biri, Livanlı jurnalist Layal Əlixtiyardır. Peşəkar xəbər aparıcısı və siyasi müsahibəçi olan Əlixtiyar ərəb mediasının ulduzlarından hesab olunur. O karyerası ərzində OTV, LBC və Al-Hurra kimi nəhəng televiziya kanallarında çalışaraq böyük təcrübə qazanıb. Livanlı jurnalist hazırda Səudiyyə Ərəbistanı mərkəzli dünyanın ən böyük transmilli ərəb yayım şəbəkəsi olan Əl-Ərəbiyyə televiziyasında xəbər aparıcısı və siyasi şərhçi kimi fəaliyyət göstərir. Onun Şuşada Prezident İlham Əliyev Azərbaycanın Avropa qurumları ilə gələcək əlaqələri və regional sülh prosesi barədə verdiyi suallar dövlət başçısının dünya mətbuatında əks-səda doğuran tarixi bəyanatlar səsləndirməsinə vəsilə olub.